Hamıya salam. Əlaqə layihəsi sistem, Guru, Markets. Şirkət haqqında ümumi məlumatla başlayaq. Biraz daha hər bir göstəricini daha ətraflı öyrənəcəyik. İstəsəniz videonu dayandıra bilərsiniz. Tədqiq olunan korporasiyanın hər bir parametrini daha diqqətlə nəzərdən keçirə bilərsiniz. Bu baxış 13 aprel 2025-ci il tarixinə olan məlumata əsaslanır. Bank Holding qiymətləndirmədə 93 şirkət iştirak edir və bu çox təmsil edicidir. Bu videonun sonuna doğru sifariş həllərinə baxın. Sözü gedən şirkət üçün ümumi nəticə 10 baldan 0 bal. Alt kateqoriya üzrə orta nəticə 0,1 bal. Geniş desək, bütövlükdə ABŞ fond bazarında. Ümumilikdə bazar üzrə orta nəticənin 1,9 bal olduğunu qeyd edə bilərik. %13,8% alt kateqoriya üzrə qiymət dinamikasına qarşı. Bu qəti bir şey demir, amma bu faktı nəzərə almalısınız. $2,643 milyard alt kateqoriyalı bazar kapitallaşması ilə. Şirkətin balans kapitallaşması $162,29 milyard həcmində qiymətləndirilir. $2,152 milyard alt kateqoriyasının kapitallaşması ilə. Birja səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görəcəyik. Balansın kapitallaşması 7,543% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 2% azdır. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi, PIS, -1 bal. Tədqiq olunan şirkətin borcları $280,811 milyard təşkil edir. Kapitallaşmaya olan borc kapitalın 173%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri səviyyəsində nəticə, PIS, -1 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 10,8-dir. Alt kateqoriya üzrə orta göstərici 10,1-dir və bu, alt kateqoriya üzrə orta göstəricidən 6% yüksəkdir. Alt kateqoriyaya daxil olan təşkilatlarla müqayisədə birja dəyəri göstəricisinin onun mənfəətinə qiymətləndirilməsi, dözümlü 0 bal. Son 12 ayda mənfəət $18,912 milyon olub. Növbəti 12 ay ərzində gələcək mənfəətin $21,632 milyon olacağı gözlənilir. Bu, hazırki göstəricidən 14,4% çoxdur. Proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 1,6-dır. Alt kateqoriya üzrə orta göstərici 1,3-dür. Bu, alt kateqoriyadan 23% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bazar qiymətinin gəlir göstəricisinə görə qiymətləndirilməsi, dözümlü 0 bal. Son 12 ayda gəlir $124,20 milyon olub. Gələcək 12 ay üçün gələcək gəlirin $141,860 milyon olacağı gözlənilir.
Bu, indiki vaxtdan 14% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə təxmin edilən gələcək satış həcmlərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Marja 15,3%, alt kateqoriya üzrə orta hesabla 13,2% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 2% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 8,49% təşkil edir. Bu, bazar kapitallaşma payından 10% çoxdur. Təşkilatın hər bir işçisi üçün kapitalın məbləği $941.000 bərabərdir. Alt kateqoriya üçün isə $1034.000. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın fəaliyyəti arasındakı fərq 9%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının həcminin qiymətləndirilməsi yaxşı 0,5 bal. Bir işçiyə düşən mənfəətin məbləği $87,1 min. Alt kateqoriyada orta qiymət $102,7 min. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 15%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkət işçisinə düşən mənfəətin qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin bir işçiyə düşən gəliri $571 min. Alt kateqoriyada $777 min. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 36%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə hər bir şirkət işçisi üçün satışların qiymətləndirilməsi dözümlü 0 bal. Satış əməliyyatlarının həcmi 0,9%, alt kateqoriya üzrə orta hesabla 0,9% təşkil edir. Bu qısa sıxılma göstəricisidir. Alt kateqoriya üçün isə üstü səviyyəsi 14, təxminən 43%-dir. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $62,5. Şirkətin səhmləri üçün konsensus qiyməti $79,97 ətrafındadır. Faktiki təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 28%-dir. Sifarişlər cədvəlinə baxaq, o sizin üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəli müəyyən bir mövsümdə səhmlərin qiymətləndirilməsi üçün istinad sistemi tərəfindən açıq şəkildə qəbul edilən bütün qərarları ehtiva edir. Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Məlumat və arayış qiymətləndirmə sistemi Markets aşağıdakı qərar qəbul edilir. Tarih video baxış olduğu üçün sifariş açmayın. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün çox sağ olun. Markets.